Məktəb vaxtı bir qızdan xoşum gəlirdi. O 6-cı sinifdə, mən isə 7-ci sinifdə oxuyurdum. Bir il arxasıca düşdüm, sonra mənimlə tanış oldu. Bir il ancaq məktublaşdıq. Eyni məktəbdə oxusaq da üz-üzə gəlib söhbət etməzdik. Bir ildən sonra sevgili olduq. O 8-də, mən isə 9-da oxuyurdum. Hər gün bir yerdə dərsə gedib gəlirdik. O uzaq qalsa da hər gün tez oyanıb, yaşadığı məhəlləyə gedib onu gözləyirdi. Hər gün kiçik hədiyyələr edirdi. Xoşbəxt idik, gələcəkdə ailə quracağımızı fikirləşirdik. Bir gün sinif yoldaşları ilə gəzməyə getməli idilər. Mən də razı oldum, amma bir şərtlə ki, mən də gələcəm. Razılaşdı, getdiyimiz gəzintidə kollektiv şəkil çəkdik. Necə olubsa yanaşı şəklimizi qızın xalası oğlu görüb. Söhbətə çağırdı, gedib söhbət etdik. Oğlan dedi ki, bizi göbək kəsti ediblər. Dedi ki, qız mənlə evlənəcək, mən də dedim seçimi qıza buraxaq. O qədər əmin idim ki, qız məni seçəcək, amma belə olmadı. Qız dedi ki, evdəkilər nə desə odur. Ayrıldıq, bir müddətdən sonra xidmətə getdim. Gəldikdən sonra öyrəndim ki, başqa bir oğlanla ailə həyatı qurub. 2 uşağı var, mənim 26 yaşım var, hələ də heç kimi sevə bilməmişəm.